Salam dostlar, bugün sizlerle 2. sınıf beyin jimnastikası, rəqəmli məntiq, bəhrəm oruzlu, sinə testi işləyəcəyik dostlar. Burada ardıcıllıq, cədvəllər, qruplaşdırma, şifrəli əməllər, rəqəm şəkil əlaqəsi kimi testlər var. Bugün sizlərlə biz 87-ci səhifə ilə 88-ci səhifəni işləyəcəyik dostlar. Dostlar, birinci suala baxaq. Dostlar, indi burada 56 ilə 57-nin arasında bir fərq var. Daha sonrası 57-nin 61-nin arasında 4 fərq var. Deməli 1 artır, daha sonra 4 artır, 1 artır, 4 artır. 1 artır dostlar, 4 artır, 1 artır, 4 artır. İndi isə 82 ilə 83 arasında bir fərq var. İndi 4 artacaq, A olacaq 87. Daha sonra 1 artacaq 88. 88-in üzərində 4 gəri eləyir 92. Deməli, birinci sualda düzgün variant 92-dir, B variantı. Burada 63, 65, 67 rəqəmlərini görürük. Hamısının arasında 2 fərq var. Baxın, 63, 65 2 fərq, 65, 67 2 fərq, 42, 44 2 fərq, 46 2 fərq. Belə 2 fərqlə gedir dostlar. İndi burada olacaq 51, üzərinə 2 gəliblər 53 olub. İndi 2 gəlib 55 olubdur. Burada bizim A ilə B-nin nə olduğunu soruşur. A bərabərdir 51-ə, B bərabərdir 55-ə. Düzgün variant A variantıdır dostlar. İndi dostlar 3-cü suala baxaq. Burada dostlar sarılara fikir verin, diqqətlə baxın dostlar. 60 ilə 63 3 fərq artıb. Sonra 66 olub, 3 artıb. Daha sonra 66-nın üzərinə 3 gəlib 69 olub. İndi bizdə B-nin nə olduğunu soruşur. B isə 69 üzərinə 3 gəri eləyir 72. Deməli B 72-dir. İndi yaşlılara baxaq dostlar. Burada da elə gedir. Baxın 4 artır burada. Orada 3 artırdı, burada 4 artır. 64-ün üzərində 4 68, üzərinə 4 72, 72-nin də üzərində 4 gələcək, edəcək 76. A da bərabərdir 76-ya. İndi bizdən burada soruşur A ilə B nəyə bərabərdir? Burada A variantına baxırıq. A variantında A 78, B 72-dir. Burada A səhvdir, ona görə A variantı deyil. Daha sonra C variantına baxır. A 72 deyib, B 76 deyib. Burada tam tərsini deyib. Amma düzgün variant burada B variantıdır. A 76, B 72. Bu düzgün variantdır. Burada bizdən A-nın nə olduğunu soruşur. 72 ilə 30, 27 ilə 30-a baxaq. Baxın dostlar, 3 fərq var. Daha sonra 2 fərq, daha sonra 3 fərq, daha sonra 2 fərq, daha sonra 3 fərq, daha sonra 2 fərq. Dostlar, burada 2 fərq artacaq birinci. Baxın, 25 ilə 27 2 fərq, daha sonra 3 fərq olacaq. Deməli, burada A-nın nə olduğunu soruşur. Burada A-da bərabərdir 25-ə. A-da 20, A variantında 24, C variantında 26 var. Amma B variantında isə 25 var. Deməli, düzgün variant B variantıdır. Dostlar, buraya baxaq dostlar. Fikir verirsiniz siz dostlar. Bura baxın. 40 ilə 46 arasında 6 fərq. 36 ilə 42 arasında 6 fərq. 37 ilə 43 arasında 6 fərq. İndi 39 ilə 6-nın arasında demək 39-un da üzərinə 6 gəlir, eləyir 45. Demək düzgün variant A variantıdır. 45. B-də 47 yazıb, C-də 50 yazıb. Amma A isə 45-dir. Demək düzgün variant A variantıdır. İndi dostlar, buraya fikir verin. 6-da birinci yerə baxın. 2 artır. 2 artır, daha sonra 4 artır. 2 artır, daha sonra 4 artır. 2 artır, ikinciyə baxın indi. 2 artır, daha sonra 4 artır. 2 artır, daha sonra 4 artır. Deməli, indi üçüncüyə baxacaq. Birinci 2 artacaq. Olubdur. Deməli, A bərabərdir 35-ə. Üzərinə 2 gəlb 37 olur. Daha sonra 4 gəlb 41 olub. 2 gəlb 43 olub. İndi 43-ün üzərinə 4 gələcək 47. B ilə bərabərdir 47-yə. Bizdən deyir ki, 35 ilə 47-nin cəmi nəyə bərabərdir? Bunu toplamaq üçün dostlar, daha asan toplamaq üçün 2 üsulu var. 1, 5-in üzərinə 7 gəlir 12, 2 yazırıq 1 yadda, 3 ilə 4, 7, 8, 1 yadda 8, 82. İkinci üsul isə belədir. 30 ilə 40 toplayırıq 70, 5 ilə 7 toplayırıq 12, 70 ilə 12-ni toplayırıq 82. Bunun belə 2 usulu var. Dostlar, indi 7-yə baxırıq. 7-də dostlar, burada 55 azalır. Yox, bəli. 5 azalır dostlar. Daha sonra 2 azalır, 5 azalır, 2 azalır, 5 azalır, 2 azalır. Azalacaq indi 36. Deməli, sual işarəsinin yerinə yazacaq 36. Burada düzgün variant A yox, B yox, C variantıdır. İndi 8-ə keçirik dostlar. 8-ə dostlar, baxın indi.
Hə, baxın dostlar. Hə. 30 burada baxın 30-dan 32, 30 yox. Hə, bəli, 33 fərq artır. Yox. Hə, bəli, 3 artır, daha sonra 6 artır. 3 artır, daha sonra 6 artır. 3 artır, daha sonra 6 artır. İndi 3 artacaq, burada olacaq 22. 22, 6 artacaq 28. Deməli, düzgün variant A variantıdır. İndi dostlar keçirik 88-ci səhifəyə dostlar. 88-ci səhifə, baxın dostlar, diqqətlə. Yürümü, baxın dostlar, 2 azalır, 1 artır. 2 azalır, 1 artır. Bax, 9, 23, 21. Baxın, 2 azalıb, 1 artıb. 2 azalıb, 1 artıb. 2 azalıb, 1 artıb. Deməli, burada 2 azalıb, yox dostlar. Hə, 2 azalır, 1 artır. 2 azalır, 1 artır. 2 azalacaq, indi olacaq 19. A bərabərdir 19-a. İndi bizə buradan buran baxacaq dostlar. Aha, 37, 35, 2 azalıb dostlar. 1 artıb, 2 azalıb, 1 artıb. 2 azalacaq, indi olacaq 33. 33 çıxılsın 19. Bərabərdir 14. A variantı 14. Düzgün variant 9'dur. 9'da A variantıdır. İndi 3 artıb. Baxın dostlar, 6 ilə 9'a baxın, 3 artıb. Daha sonra 4 artıb. 3 artıb, 4 artıb. 3 artıb, 4 artıb. 3 artıb, 4 artıb. Deməli, sual işarəsini yeni yazacaq 34. Onda düzgün variant C variantıdır. 34. Dostlar, indi buraya baxın, 16 fərq var aralarında 11-ci sualda. 3 ilə 19, 16 fərq var. 8 ilə 24, 16 fərq var. 16 ilə 0, 16 fərq var. İndi 11-in üzərinə 16 gəlsək, eləyər 27. Deməli, düzgün variant B variantıdır. 27. İndi 12-ci suala baxaq dostlar. 12-ci sualda birinciyə 2 artıb. 12 ilə 14 arasında 2 fərq var. 14 ilə 17-nin arasında 3 fərq var. 17 ilə 21-in arasında 4 fərq var. Belədir, baxın dostlar. 2 artıb, sonra 3 artır, sonra 4 artır. Birinci 2 artır, sonra 3 artır, daha sonra 4 artır. 32 olubdur, görürsünüz ki. İndi birinci neçə artacaq dostlar? 2 artacaq. O deməli A bərabərdir 34. Daha sonra 36 olubdur. Daha sonra 3 artıbdır. Daha indi 4 artıb, olur 43. 34-ün üzərinə 43 gəlir, eləyir 77. 12-də A variantı 77'dir. İndi o deyir ki dostlar, burada 13-15-ci suallarda ardıcıllıqlardan biri digərlərinə fərqlənir. Baxın dostlar, 13'də dostlar baxın. Hə dostlar, bir dəqiqə mən səhv. Dostlar, deməli 13'də dostlar baxın. Burada birincidə 1 artıb, 3 artıb, 1 artıb, 3 artıb. Sonra B'də 1 artıb, 3 artıb, 1 artıb, 3 artıb. Amma C variantı onlardan fərqlənir. Çünki 1 artıb, 3 artıb, 1 artıb, 4 artıb. Burada UC 13-cü sualda C variantı A ilə B'dən fərqlənir. Buna görə də 13'də yazacaq C variantı. Burada C variantı yazacaq. İndi dostlar, 14'də baxın dostlar, 14'də. 14'də baxın A variantında 28, 2 azalıb. 2 azalıb, 2 azalır. Daha sonra o C variantına baxın. 2 azalır, 2 azalır, 2 azalır. Amma B variantı onlar A ilə C'dən fərqlənir. Çünki burada 2 azalır, 1 azalır, 2 azalır. Burada 1 azalır. Orada hamısında 2 azalır. Burada isə biri də qatıblar ortaya. Deməli, burada 14'də B variantıdır. İndi 15'də baxın dostlar. 15'də. Dostlar, deyirsiniz B bunları niyə nişanlayırsınız? Dostlar, çünki bu deyir ki 13-dən 15-ci suallarda ardıcıllıqlarda biri digərlərindən fərqlidir. Onlar bir-birlərinə eynidir. Burada isə bir variant digərlərindən fərqlənir. İndi dostlar 15-ci suala keçirik. 15-ci sualda dostlar A variantında ilk öncə 4 artır, daha sonra 3 artır, daha sonra 2 artır, daha sonra 1 artır. Burada isə birinci 4 artır, 3 artır, 2 artır, 1 artır. Amma burada 4 artır, sonra 4 artır yenə, daha sonra 3 artır, daha sonra 2 artır, daha sonra 1 artır. Bu isə artıq 15'də C variantı digərlərdən fərqlənir. Dostlar, burada biz videomuzu bitiririk dostlar. Abunə olub like atmayı unutmayın. Biz yenə də deyirəm dostlar. Beyin jimnastikası rəqəmləri, məntiq. Burada yenə də deyirəm, Bəhramoğlu Çınar beyin jimnastikası 2-ci sinif rəqəmli məntiqə təşəkkür edirik.
Burada ardıcıllıq cədvəllər, qruplaşdırma, şifrələr, əməllər, rəqəm şəkil əlaqəsi kimi testlər var. Dostlar, sağ olun. Abunə olub like atmayı unutmayın.